Salamlar, kanalıma hoş gelmişsiniz. Sizi kanalımda görmeye çok şadım. Kanalıma hələ də abunə değilsinizsə, abunə olaraq mənə dəstək olmağı unutmayın. Burada qarğıdalı qoymuşam qaynasın, bişsin. Üstünə qapaq qoyuram ki, qalxmasınlar yuxarı. Daha doğrusu boş qab. Burada yağ pendir qabını falan yuyuram. Sosiska, incir mürəbbəsi, bu səhər zavtrakdan qalan şeylərdir. Qablarını yuyub səliqəyə salıb təzədən yağı dolduracağım. Burada pendirinki falan yumuşam. İndi keçirdəcəm təzədən. Belə səliqəyə salmağa çalışıram. Burada yağ çıxartmışam ki, yağ qabına qoyum kərə yağını. Sonra yağları xaladenikdə niyə saxlayıram soruşanlar olur. Elə belə. Yəni çöldə də heç nə olmur, burada da heç nə olmur. Qoyuram burada. Yəni ki, yer tutmasın çöldə. Xoşlamıram mən dəzgahın üstündə 100 milyon dənə şey olsun. Ona görə ora qoyuram. Göyərtilərdir, burada çiyələkdir. Bunu balaca qaba keçirdəcəm. Sosiskadır, balaca qaba keçirdəcəm. Bu ərikdir. Sonra sirkədir. Yenə bu da xaldingdədir. Çöldə sevmirəm çünki. Yəni xalding biraz silim. Bunun içində su var idi. Qutarıb təzədən su dolduracağım. Bunları göyə sındıracağıq, xarab olmasın deyənə. Qarışqa gəlməsin, nə bilim, heç nə olmasın deyənə. Xarab yox, qarışqa gəlməsin deyənə bura qoymuşam. Yuxarılardakı bankalardır. İndi baxacağım orada. Lazımsız nəsə varsa zibilə. Yəni xarab olan falan yoxdursa elə orada da qalırlar. Ora mənim banka yerimdir. Qatıq, turşu, tomat, şokolad, zeytun, nə var ora yığıram. Varina. Yuxarı onun üçündür. Aşağıda meyvə tərəfəsini buranı da səliqəyə salmalıyam. Burada pomidor, xiyar, banan falandır. Adətən açıq qoyuram. İndi açıb yığacam bura səliqə ilə təzədən. Təzə alınıb elə necə gəldi qoymuşam. Niye arıyorsun bana? Neciz? 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 Şaka baba şaka. Niye ağlıyorsun? Koşam niye ağlıyor baba? Su isteyeceksin nasıl? Adını suyunu verirsin. Bir patates neyse. Bir patates. Bir patates. Bir patates çok seversin. Mən bananı soyuducuda saxlayıram, həm də klöfdə saxlayıram. Klöfdə saxlayanda elə bu daha gec xarab olurlar. Yine bir dənəsini Nazlıya, bir dənəsini də Nərgiz üçün verirəm, yeyirlər. Bura tamam. Yox, tamam deyil. Bir dənə biber məsələsində qoyuruq. Ne kadar altına? Ne kadar altına? Hı? Ne demek? Bu burada. Ha burada. Hə, bir də nə deyəcəydim? Bu qabları, bunlar, balacalar da var da 4 dənə. Ay, Nərgiz, dayan. Ürəklərdə yazmışlar bunu mən təzə alanda ki, bunlar
yaxşı saxlamır, içində xarab olurlar. Məndə heç nə xarab olmur. Tez-tez yeyib bitirik yəqin ona görə. Uzun müddət qalanda bəlkə xarab olar, amma məndə olmayıb belə bir şey ki, içində nəsə qalsın, xarab olsun. Bunlar da şüşə saxlama qablarıdır, qapaqları yoxdur. Ona görə də belə torba keçirdirəm üstünə. Bunlar gedir xaladenikə. Bili 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 bip 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 bip. Artıq şeyləri tulladım. İndi yemək pişirəcəm. Buraya yemək üçün açıq qoyuram. Yumurtamız qutarıb. Dərmanlar, sarımsaq, əlinə blanka falan yuxarı gözdə. Suyu qaldırdım yuxarı. Dibində qalan varinaları. Uzun müddətdir qışdan bəri demiyorlar ki, varina yemirəm. Xarab olublar. Dibində qalanları attım hamısını. Lazım olardı arxadan yığdım. Yağ pendir, göy-göyərti. O da belə. Evdə uşaqlarla nəsə iş görüb bitirə biləndə şükür eləyirəm də ki, mən o işi gördüm, bitirdim. Həqiqətən çox çətindir. 2 uşaqla, indi həyatda bizdədir, 3 nəfərdilər. Vapşə bomba düşür də evə. Bu arada bu suşulka həmişə buradadır. Çox nadirən olar ki, mən onu boşaldıb kənara qoyaram. Çünki elə yuyuram, yığıram ora, quruyurlar, sonra yığıram yerinə. Həmişə ortalıqdadır. Sonra indi başlayacağım axşam üçün yeməyi hazırlamağa. Biraz Nərgizə gedim, yatızdırım. O yatmışkən biraz da mən dincəlirim. O yatana kimi mən yerimdə uzanıb dincəlirəm. Sonra o yatır, mən durub başlayıram qalan işlərimi görməyə. İndi bunları yığım yerinə, qurulayım, götürüm ki, videonun xətrinə yığışdırım bunları buradan. Yığışdırdım, suşulkanı qoydum kənara. Bu suşulkanı məndən Reydə soruşmuşdu, xanım, cavablandırdım, hardan almışam deyə. 1 manatlıq dükanlardan 5 manata almışam. Bu qabları da Instagramda yazıb soruşmuşdular, unutmuşdum cavab verməyi, bilmirəm indi izləyəcək həmən xanım yoxsa yox. Bu qabları da yenə 1 manatlıq dükanlardan almışam. Yarısını Yasamalda 1 manatlıq dükandan almışdım. Yarısını da Biləcərdə almışdım. Eyni şeydilər. Eynidirlər. Baxın, belə çevrəndə biraz eyni fasondur. Belə çevrəndə güyam ki, biraz eynisiz fasondur. Nəysə ki, belə eyni şeydir hamısı. Bunların da birini 1.50-dən almışdım. Səhv eləmirəmsə. Yoxsa 2 manatdan mı almışdım? Nəysə ki, bunları da elə almışam. Yəni, uzun zamanda da istifadə edirəm. Hələ heç nə olmayıb. Bir dənəsinin qapağı qırılıb. Bu evə köçəndə almışdım mən. 3 ildir də bu evdə yaşayırıq biz. Yəni 3 ildir istifadə edirəm. Hamısı yerindədir. Birinin bir dənə qapağı sınıbdı. O da o vaxt papam nəsə hazırlayanda əlindən sürüşüb düşmüşdü, sınmışdı. O kənardakı qab da üçlüdür. İndi birinin içi boşdur burada. Ona peçenya yığıram. Birinə də Nərgizin peçenlərini yığıram. Hay can. Sən gəldin yenə. Hı? Gidək səni yatızdırım. Prampli soslayım, sonra yer it günündədir. Gözdə. Videonun bu hissəsindən istədim ki, səs əlavə edeyim. Mətbəxi təmizlədikdən sonra demək olar ki, heç nə çəkməmişəm. Sadəcə kargomuz gəlmişdi Temudan. Onu açmışıq. İndi göstərəcəm sizə. Çox qəşəng gəlib ayaqqabıları Nazlının. Ayaqqabımdır da görürəm. Buradan görünür.
Otur aşağı. Bu güzel kavurma. Diyen ne ki? Uzlaştı. Diyen. Nasıl ayağı çek? Ay. Sıkıntı işini yaptı. Çantan. Hele çanta olur. Ancaq bunlar idi ki, yenə olmalıydı nəsə. Ona tər gəzməkdir, gəzə bilmirsən. Bağla da iplərini. Böyükdür ayağı. Dardı. Dar ola bilməz, böyükdür yəqin. Uçları şey olur. Çox qabağa gedib də ayağın arxadan böyükdür çünki. Elə olmalıdır. Eyb yox da, indi yaydır, payızda geyinəsən. Sesli dərsmi olacaq, onsuz. İndi yaydı bunu geyinəcəm də. Nə fərqi var? Açmağı yeyəsən. Açmağı yemək olmur. Vay Nazlı. Ana. Nazlı. Ay ana. Hə. Çok şey olmadı. Nə? Gəzəmirsən? Çok şey oldu ana. Çox şey olmayıbdı. Gəyə bağlayım, gəz. Elə gəzmirlər, ayağı qaldırmaq lazımdır. Qaloşda gəzirsən, elə bil. Çəkdim. Yok ana. Bu da Nazlı'nın çantasıdır. Nərgiz xanım qurtalamakla məşğuldur. Baxın nə səcəcəm. Neyse. Bugünlük videomuz bura qədər idi. Ümid edirəm ki, bəyənərək izlədiyiniz bir video oldu. Nərgiz xanım imkan vermir danışmağa. Sağ olun. Gələn videolarda görüşərik inşallah.